səhifəmizdə adətən gənc şahmatçıların ən çox oynadığı bir atışa baxırıq. Y4, Y5, AT3, AT6, FS4, AT6, AT5, AT5, AT7 xanasını vurmaq istəyir. Burada adətən D5 oynayıb qaralar qarşısını aldı. Buranda AT5 bu cür oyun davam edir. Lakin biz burada AT5-ə AT4 variantına baxırıq. Yenə AT4 vursa D5-dən sonra iki figurdan biri qaralar qaytarır. Oyun qaraların üstünlüyü ilə davam edir. AT4-də vurur AT7. Burada vəzir top çəngəldir, vəzir H4. Əgər at H8 vursa, vəzir F2 mat var. Vəzir H4-də gəlir J3, vursa at J3, H2 vursa, vəzir H1, şah Y2, vəzir Y4 şah və sonra fil alırıq və növbəti gedişə at gedir və qaralar rahat qalib gəlir. J3, at J3-ə vurdu F2, vəzir Y4 şah, vəzir yaxud fil kəssə top gedir, artıq qaralar böyük üstünlük qazanır, oyunu odur. Şah F2 oynasa top vəziri qoruyur. Burada fil C5 şah, D4, fil D4, şah F1, vəzir H1, şah Y2, vəzir J2, şah D3-ə, at B4 mat olur. Şah Y1 gedişində də vəzir F2 mat və qaralar qalib gəlir. Səhifəmizi izləməyə davam edin.